İkinci sualda deyir ki, hansı variantı numarativ söz düzgün işlədilməyib? Numarativ söz müəyyən miqdar sayı ilə ismin arasında işlənir. Say və isim arasında işlənir. Numarativ söz. Məsələn, 5 baş qoyun. Heyvanlarla baş söz işlədilir. Məsələn, 2 dəstə göy. Göy isim, 2 say, dəstə isə numarativ söz. Qoyun isim, baş numarativ söz, 5 isə müəyyən miqdar say. Paltarlarla dəst sözü işlənəcək. Dəst. Əlcək, corablarla cüt sözü işlənəcək. İndi baxaq. Deyək ki, A variantında 2 qaşıq dərman. Bu düzdür. 3 göz evlə göz işlədilə bilər. 10 baş qoyun heyvanla baş işlədilir. Bir dənə kostyum. Kostyumla, yəni paltarla dəst sözü işlənməlidir. Dəst. Ona görə belə cavabımız D variantıdır. 5 top cilt, bu da düzdür. Baxırıq üçüncü suala. Üçüncü sualda